Seyrlərə gələn səkirlər. Elə ki bu sözü deyəndən qulub baxdı Cabir belə ağladı. Qulab şəkildək o mənim xanımım Zeynəbin qafiləsidir. Çok ağladınız, gördüm sizi bağışlarsın. İnşallah kişimden de təqdini huzuruz eləyin. Zeynep Məhmildən düşüb yerə, xanımın sağından solundan yapışırlar. Dedi ki, xanımlar, məni 7 qədəm qardaşımın qəbrinə qalanda məni boşlayacaqsınız. İstəyəm özüm gedəm qardaşımın qəbrinə. İmam-ı Səccada buyurur, gördüm əmməmin sağından solundan yapışırlar. Əmməm gəlir, 7 qədəm qalanda dedi, qulsun məni boşlayın. İmam-ı Səccad ağa deyirlər ki, əmməmin qolları boşladılar, gördüm əmməm yıxıldı yerə. Gördüm elə əmməm sürünə gəlir, qardaş qəbrına. Bu rozəni oxuyayım inşallah şabəti verim sinəmə. Gəldi yetişdi qəbrin kənarı, yüzün qoydu qardaşıma tozlu qəbrin. Qardaş ölənlər məni bağışdır. İşıqlı gün mənə səndən sonra qəra gecədir. Görün Zeynəbin ürəyindən çıxan söz ola bilər nə yox. İşıqlı gün mənə səndən sonra qəra gecədir. Buyur görəm anam oğlu yaralarım necədir, ay qardaş. Sənəm vaxtım var ay qardaş. Zeynəbin bu oxşaması bizim şahbeytimiz olsun. İnşallah aşıqlar durarlar. Onlar ki Zeynəbdən, İmam Hüseyin ağadan ehtiyacları var. Durarlar, sinə vurarlar. Dur qardaş Hüseyin, əlsizə yoxsuzlar gəldi. Ay Kərbəla istəyənlər. Dur qardaş Hüseyin, əlsizə yoxsuzlar gəldim. Qardaşı ölən qaraciyən qızlar gəldim. Dur qardaşı sen, dur qardaş sen, əlsizə yoxsuzlar gəldim. İhtiyacı var hamı buyursun. Dur qardaş sen, əlsizə yoxsuzlar gəldim. Qardaşı ölən, qardaşı ölən, qaraciyən qızlar gəldim.
üçün fitrət Yasin. Bu şərt ilə əvvəl başı səndə bəlasin. Xul ilə gedib Kufədəki bir gecə qal